Sabahın xeyir Azərbaycan. Ətirli kofemiz hazırdır. İndi qaldı səhər yeməyi hazırlamaq. Bu günləri çox maraqlı, sadə bir tost hazırlayacağam, amma çox dadlıdır. Çörəyi biraz belə qalın doğrayırıq ki, tostlar belə şirəli, qəşəng olsun. Bizə lazım olacaq şəkər pudrası, 1 qaşıq. Siz tostu şəkərsiz də edə bilərsiniz, amma şəkərlə daha dadlı alınacaq. 1 ədəd yumurta və süd. Bizə süd 1 stəkan lazım olacaq. Süd nə qədər bol olsa, o qədər bizim tostlarımız şirəli olacaq. Çörəyi tam südün içinə salırıq və gözləməliyik ki, süd tam çörəyin içinə hopsun. Bizim çörəklər hazırdır. Görün necə yumşaqdır. Yerləşdiririk bunu biz air grilə. Siz bunu sobada da edə bilərsiniz. Tavada da etmək olur, fərq etmir. Əsas odur ki, qəşəng qızarsın. 1 stəkan süddən görün nə qədər az qalıb. Amma biz bunu heç qırağa atmırıq. Biz bunu elə üzərinə əlavə edirik. Və biraz da kərə yağı. On 15 dəqiqə 200 dərəcədə tam bunu qəşəng qızartmalıyıq. Bizim südlü tostlar hazırdır. Çox maraqlıdır, çox dadlıdır. Biraz bal əlavə edə bilərsiniz. Yəni servis edəndə balla servis edin. Çox dadlı olur o zaman. Siz də mütləq bunu hazırlayın. Çünki çox asan reseptdir. Həm də çox dadlıdır. Uşaqların da çox bəyənəcəyi bir reseptdir. Yumşaqdır. İndi mən bunu doğrayıram. Yəni bol südlüdür tərkibi. Yumşaqdır, qəşəngdir. Bunun dadına baxmaq lazımdır. Tam qiymət vermək üçün. Çox ləzzətlidir. Biz nəyə oxşurdadır? Yapon pankeki. Kimsə bəlkə yeyib ondan. Yəni dadı ona oxşuyur. Bol südlüdür. Siz də mütləq bunu hazırlayın. Dadına baxın, hamıya nuş olsun.